131-ci çalışmaya baxırıq. Yenə eyni nitq hissəsinə aid amonimlər soruşulur. İndi biz bayaq maq şəkilsindən istifadə eləməklə 4 variantı kənarlaşdırdıq. Bəzən isə bu 4 variantın hamısı kənarlaşmır. Bəzən ümumiyyətlə heç 5 variantın heç birində kənarlaşma olmur. Amma bizim bu ilk addımımız olaraq bizə kömək məqsədi ilə, yəni biz maq şəkilsindən istifadə edirik. İndi bu testə baxaq görək maq şəkilsinin necə işləyəcəyik. A variantı çatmaq sözünə görə A variantı kənarlaşdı, yəni çat sözünü artırmaq oldu maq şəkilsin. B-də mümkün deyil, C-də deyil, D-də deyil, E-də köçmək, donmaq. Hər iki söz deməli maq şəkilsin işlənə bildi. Deməli A və E variantı kənarlaşdı. 2 variantı kənarlaşdırdıq burada. İndi 3 variant arasında işləməliyik. Bir var 5 variant arasında işləyirik, bir var 3 variant arasında işləyirik. Bu o deməkdir ki, yerdə qalan üçündə artıq feil ola bilən söz yoxdur. Ona görə biz digər nitq hissələrində amonimliyi axtaracağıq. B variantında kök, bilirik kök adam sifət, bir də var yediyimiz kök isim. Deməli kök müxtəlif nitq hissəsinə aid amonimdir deyə B kənarlaşır. Sonra C variantında və D variantında ikisində baxırıq. Bəstə, boyu bəstə necə? Bir də var bəstə mahnı. Deməli C kənarlaşır, sifət və isim kimi amonimi var. Şorla da kənarlaşdırmaq olar. Şor, bir var duzlu, bir də var şor, yediyimiz şort var o. Yəni hər iki sözlə kənarlaşma eləyə bilərik. Kim hansını bilirsə, onunla kənarlaşma eləyə bilər. Və deməli C də kənarlaşırsa yerdə qalır cavabımız D variantı. Qoyun, heyvan mənasında, bir də dedik ki, qucaq mənasında isim, hava, musiqi mənasında, oyun havası, bir də çöldəki hava. Yenə isim, kürək, bədən üzvü kimi, bir də var əmək aləti, onun deməli əmək alətlərinin bir növüdür. Ona görə D variantında hər üçü deməli eyni nitq hissəsinə ismə aid amonimlərdir. Düzgün cavabımız D variantı.